Xatırlamaq mərhələsi hansı bilimizlə əlaqəlidir? Xatırlamaq mərhələsi mən anlama ilə əlaqəlidir. Anlama deklarativ bilimlə əlaqəlidir. Bəs anlamaq hansı mərhələ ilə əlaqəlidir biliklə? Anlamaq isə mən konseptual bilimlə əlaqəlidir. Bəs dedik dəyərləndirmə? Dəyərləndirmə təhlil etməklə əlaqəlidir. Yox, bilik olaraq dəyərləndirmə. Bilik olaraq konseptual bilimlə əlaqəlidir. Sağ ol. Bəs dedik tətbiq mərhələsi hansı bilimizlə əlaqəlidir? Tətbiq mərhələsi mən anlamaq prosedural bilimlə əlaqəlidir. Prosedural bilimizlə əlaqəlidir. Əla. Dedik ki, ən vacib, ən yaxşı, ən əsas məqam seçilirdi. Hansı taksonomiyanın növündə idi? İdrakin hansı taksonomiyası? Ən yaxşı deyilən təhlil etmək mərhələsində ən yaxşılar təhlildə seçilirdi. Öz mövqeyini bildirirdi, özü əsaslandırırdı, özü mühakimə edirdisə? O dəyərləndirmə mərhələsidir. Və yaxud deyirdi ki, faktə əsasən əzbərçi söyləyirdisə? Bu xatırlama mərhələsidir.